16-cı təsvir. İsa şikəncə oldu. İsa böyük möcüzat əncam verdi və çox adamlar onun peyrəvi elədi. İsa mehribanıdır. O mərəzləri şəfa verdi və Allahın yoluna onları göstərdi. O dünyaya gəldi ta günahkarları nicat verə. Amma çox adamlar İsa'dan mütənəffirdirlər. Çün İsa onları günahkar bilirdi. Qovm-i Yəhudun rəhbərləri ona həsudçuluq elədi və ona iman yoxları idi. Onlar İsa'nı tutdular və çox yalanlar onun dalınca dedilər. Sonra onun başına tikanla tac qoydular və tüpürcəkləri onun üstünə atıydılar və onu məsxərə edildilər. Amma İsa heç müqavimət özündən nişan vermədi. O qabaqdan bilirdi ki, bu ittifaqlar düşəcək. O icazə verdi ki, günahkar insanlar ona əziyyət edərlər və onu öldürərlər. İsa Məsih dünyadan getdi ta günahkarların qurbanısı olar və cərimi ki, biz insanlar görək verəydik, o verdi. On 7-ci təsvir. İsa'nı öldürdülər. Sərbazlar İsa Məsihi bir dənə səliblə, mıxınla bağladılar. Onlar səlibi düz saxladılar və o səlibdən sallandı ta öldü. İsa'dan sonra 2 dənə günahkar da bücür öldü. O zaman günahkarları bücür öldürməyə rəsmidir. Amma İsa heç vaxt günah eləmədi. O qurbani oldu ta hamısı günahkarların cəriməsini verək. Biz hamımız günah eləmişik və günahlarımıza görə məhkum və nabud olmalıyıq. İsa bu mücazadır ki, biz onun müstəhiqidik, bizdən aldı. Əgər biz etiraf edək ki, günahkarıq və tamamı vücudumuzla bu günahlardan və pis işlərimizdən qaydaq, Allah bizi bağışlayacaq. İsa'ya iman gətirin və nicat tapın. On 8-ci təsvir. Məsihin qiyamı. İsa'nın düşmənləri fiş elədilər ki, onu aradan götürdülər. Dərhal ki, bücürdə ödür. Ondan sonraki İsa səlib üstünə can verdi. Onun yoldaşları onun cəsədinə bir dənə qarı apardılar və qarın qapısını böyük daşına bağladılar. 2 gün geçdi və Məsih dirildi. Bəxtdir ki, arvadlar onun qəbrinin üstündə gedirdilər, gördülər ki, o daş yerində deyil və İsa'nın cəsədi qarda deyil. 1 dənə, 2 dənə firiştə göydə zahir oldular və onlara dedilər ki, İsa orada deyil. O dirilibdir. İsa öz dirilməyi ilə sabit elədi ki, həman həqiqi Allahdır. İsa əl-an da diridir və onun qüdrəti şeytan və ölümdən də çoxdur. On 9-cu təsvir. Tuma iman gətirir. Ondan sonraki İsa ölümdən durdu, neçə dənə şagirddən ilə ondan gördülər. Ondan danışdılar və hətta ondan qəza edilər. Bir dənə Məsihin şagirdlərindən Tuma adında bavər eləmədi ki, o təzədən dirilibdi. O dedi, ta özüm şəxsən mıxların yerin onun bədənində görməsəm və onlara əl vurmasam iman gətirmərəm. Bu təsvirdə görürsünüz ki, İsa zəxmlərinin yerin Tumaya görsədi. O ki gördü, Məsih doğrudanı dirilibdi, Məsihin ayaqlarına düşdü və Allahdan dedi, ey Allah, ey mənim Allahım. İsa dedi, xoş o kəslərin halına ki, məni görməmiş iman gətirəcəklər. Yirminci təsvir. İsa'nın göyə getməyi. Ta 40 gün İsa'nın ölümündən durmağından sonra 13 ili özü mərdümə göstərdi. Çox adamlar onu gördü ki, o dirilibdi. Və əlan onun vaxtidir ki, gedə göyə, Allahın yanına. O işi ki, onun üçün gəlmiş idi, onu gördü. İsa şagirdlərinə dedi ki, hamıya və hamı yerdə bu xəbəri verin. Şagirdləri onu gördülər ki, o göyə getdi və ondan sonra 2 dənə kişi ki, ağ libas giymişdilər, zahir oldular. Və dedilər, Məsih özür ki, getdiyi yerə gələcək. Ta o zaman ki, yetişə Məsih göydə qalacaq. O kəslər ki, ona iman gətirdi və ondan peyrəvi eləyiblər, göydə onlar üçün yer düzəldibdi. Əziz dostum, sən necə? Özündən sual soruşubsan ki, aya İsa'ya iman varım? Aya bunun amadəqisi varım ki, vaxtı yerə gəlsə, ona mülaqat eləyə biləcəksən? 21-ci təsvir. Səlib.
İsa Məsih öz canını verdi ta bizi günahların mücazatından ki, ölümlə yoxluqda nicat verin. O heç vaxt günah eləmədi və ölməyi ilə günahlar ki bahis olaydı bizi Allah'tan ayrıla yoldan götürdü. Səlib biz için bunu yadavər eləyir. Bu həqiqətdir ki İsa qurbanı yoldur. Buna xatir ki bir günahdır. O bizim günahlarımızın kəffarəsi verdi və buna xatirdir ki bəxti Məsih Allah'a iman gətirək və tövbə eləyək, Allah da bizi bağışlar. Və xatiri iman və İsa'dır ki bizi Allah'ın uşaqları oxunur və solu Allah ilə bəhrəmənd oluyor. O biri təsvirdə bizə kömək edir ki, bilək Məsih olmaq nə məni və məhfumi vardır. Yirmi ikincisi təsvir. 2 dənə yol. İsa Məsih bizə öyrətdi ki, zindagimizin yolunda 2 dənə yol varımızdır. Əvvəlin yol ənli yoldur ki, günahla dolubdur, ki cəhənnəmin otuna və nabud olmağa müntəhi olur. Biz hamımız adamın nəslindənik və təbiyyətimizdədir ki, günah varımızdır. Və bu ənli yolda ayaq götürülməyə İsa buyuruyor ki, ikinci yol ənsizdir və Allah'a yetişirik. Hər şəxs ki zindaginin yoluna İsa'ya iman gətirdi, nicat tapdı və zindagisi cavidan qalar. O dərvaqi öz yolun ənli yoldan ənsiz yola ki cavidanlığı müntəhi olub təğyir verdi. O kəsləri ki bu ənsiz yola qədəm qoyacaq, heç günə məhkumiyyət yoxudur. Əgər təsmin tutubsuz ki İsa'ya iman gətirəsiz, xəlvətdə Allahla danışın və deyin. Ey Allah, mən etiraf edirəm ki günahkaram. İman varım ki Məsih səlibin üstündə günahlara xatir, mənə xatir öldü. Məni bağışla və mənim qəlbimi pak elə və məni öz xanımadığın əfradından qərar ver. İstəyirəm İsa Məsihi bu dünyada və ayəndə də peyrəvi eləyəm və istəyirəm sənin mələkutundan olan. Ey Allah, səndən təşəkkür edirəm.